Makrofaj aşısı, makrofaj peyvəndi çox yeni bir mövzudur və nə tər uygulanır? Normalda xəstənin qanından, öz qanından qan alınır. Sonra laboratoriyada makrofajlar ayrışdırılır. Makrofaj nə deməkdir? Hər insanın qanında olan immun sistem hüceyrələridir. Yəni immunitetim aşağı düşüb dediyində düzgün işləməyən hüceyrələrdə elə fikirləşin, lor dildə desən. Həmin o makrofajları ayrışdırılmış şəkildə bir zərdabın içində, uşaqlıq içinə yeritdiyimizdə transferdən əvvəldən gedir bu söhbət. Yəni süni mayalanmadan bir gün əvvəl edirik biz onu. Uşaqlığın içində bir, necə sizə izah edeyim, bir yapışqan təbəqə yaradır. Yəni həm öz hüceyrənizdir, həm də orada yaratdığı bir ortam uşağa daha rahat tutunmasına kömək edir. Yəni nə şəkildə deyim, normalda tutaq ki, kiçik bir təması olur embrionla uşaqlığın divarla, bir-birini bəyənmirlərsə bəyənmirlər və hamiləlik yaranmır. Amma burada şansı daha uzun olur, çünki üz-üzə baxma ehtimalları daha uzun olur və üz-üzə baxdığına görə bir-birindən xoşlanma ehtimalları da daha uzun olur bu embrionla endometriumun. Ona görə tutma ehtimallarını artırır makrofaj peyvəndi. Amma belə şeylərdə statistika hər şeydir. Maalesef çox yeni olduğuna görə dəqiq statistika verə bilmərik, amma öz statistikamızdan yola çıxacaq olursaq ki, yetəri qədər sayıda burada var, artıq yeni olmasına baxmayaraq, bu xəstələrdə hamilə qalmaq ehtimalı artır. Açıq danışmaq lazımdır. Amma sonrasında davam etdirməmə ehtimalı da olmuş olur. Yəni, başdan tutmaması gerəkən embrion, işte biz onu bəziyib, düzüyüb, endometriumun tutacağı şəkildə gətiririk, onu qoyuruq oraya tutur. Ondan sonra bir yerdən sonra bir-birini xasiyyətləri bir-birini götürmür və abortlarla sonlana bilir belə hamiləliklər. Xəbəriniz olsun. Daha detaylı məlumat üçün bizə, həkimlərimizə müraciət edə bilərsiniz.